Bugün ayın 27'si, 27 noyabr 2025-ci il. O ərazini göstər zəhmət olmasa. Biraz yaxınlaşdır, görsünlər tam olaraq. Balıqçıların getdiyi o ərazidir, ən çox yəni orada balıqçılar olur. Deməli, orada bilirsiniz ki, su çəkilib. Su çəkildiyi üçün dənizin altında olan zibillər, demək olar, hamısı ortaya çıxıb. Və biz də fürsətdən istifadə gedib təmizlik iş apardıq. Ancaq hələ də orada tullantılar qalır. Yəni bunu biləsiniz. Biz nə qədər təmizləsək də bu bəlkə də, nə bilim, %10-20%. Tullantılar bunlardır. Gördüğünüz gibi 2 nəfər oradan bura daşıması çətin oldu. Hardasa 3, 4, 5, 6, 7. Burada belə bir üsul kəşf elədik. Yerdən belə bir şey tapdıq. 3-4 torbanı birləşdirdik dostum yardım və bunları bura gətirməyə çalışdıq. Çoxu plastik şüşə adlanır, amma içində qum var və o qumu boşaltmaq olmur. Gərək ki, kəsəsən ya qırasan, şüşədirsən. Ona görə olduqca ağır idi yükümüz və indi də gördüyünüz bu tullantıları müvafiq kutulara yerləşdiririk. Nə üçün bunu seçdik? Çünki burada kağız, karton, plastik, şişə, metal çıxdı. Yəni bizdə də qabağımıza çıxan hamısı ya şişə qutular idi, ya dəmir, o bizon qabı falan deyirlər. Bunlar ya da ki plastik qablar. Gördüyünüz gibi hər şey var idi yəni. Ərazidə yox. Tabii biz nə qədər yarışdırsak da orada demək olar tullantı qalmağa davam edir. Bizim elədiyimiz nə məqsəd daşıyır, onu da izah edim. Məqsəd hər hansı bir maddi bir şey deyil, ola da bilməz. Çünki könüllü fəaliyyət göstəririk. İnsanlara bunu öyrətmək. Əvvəla bir müəllim olduğum üçün, ikinci də vətəni sevən bir insan olduğum üçün. Xəzər dənizini qorumaya çalışmalıyıq. Bunun üçün də sahilyanı ərazilər xüsusən təmiz saxlanılmalıdır. Bunları da ataq getsin, çünki bu əlcəklər nələr görmədi. Belə növbəti aksiyada görüşənədək gün o gün olsun, heç bu aksiyalara ehtiyac olmasın. Hər yeri təmiz saxlayın, zibilinizi özünüzə aparın. Düz istəyirəm, biz bir heyvan deyil yaxı. Hər hansı bir ərazini şuursuzca batıraq, düzdürmü? Hətta mən deyərdim, bu bəzi heyvanlar üçün belə təhqir sayılar. Sağ olun, salamat qalın.